Salam, hər vaxtınız xeyir. Listin 15-ci dərsliyində qrafika baxanda ilk nələri görməlisiniz? Qrafikdə nələrə diqqət edilməlidir? İlk dəfə, yəni günə başlayanda ilkin analizlər necə aparılmalıdır? İndiyənə kimi çəkdiyim bütün videolar və onunla yanaşı əlavə edəcəyim başqa mövzular da var ki, qrafikdə istifadə edə biləcəyiniz bir strategiyalar. Mən əslində bu dərsdə ilk setup haqqında danışmaq istəyirəm. Sonra fikirləşdim ki, qrafiki oxuya bilməyən adam, qrafikdə ilkin olaraq hardan başlamalı olduğunu bilməyən adama birdən-birə hər hansısa bir strategiyalar haqqında danışmağım düzgün olmaz. Ona görə də fikirləşdim ki, qoy elə birinci qrafik oxumaqdan başlayım. Misal üçün, qrafikə baxanda bilməm, siz nə görürsünüz, necə başlayırsınız? Mən öz təcrübəmə əsasən sizinlə paylaşmaq istəyirəm. Yəni, kimə uyğundursa bu cür davam edə bilər və yaxud da öz taktikalarini istifadə edə bilər. Mən gün başlayanda, misal üçün, bu günləri 16:52 yox ki, bizim saatlandır. Deyək ki, 4 saatlıqda baxaq. Gecə, deməli, 30-dur bugün, 31-i. Saat 4 saatlıq, yəni buradan başlayıb gün, belə deyim. Günlər bir ki, buradan başlayıb bu civarda hərəkət edib. Yəni, bu bugünündür. Mən onsuz da dünənləri baş verən hadisələrdən təqribi bilirəm ki, qızılın yönü hansı istiqamətdədir. Özüm üçün dünəndən çəkdiyim dəstək xəttləri ki var, indi burada yoxdur, ümumiyyətlə özüm üçün. Mən baxanda nə görürəm? İlkin olaraq baxanda mən bu hissəyə baxıram. Bax, bu hissəyə. Çünki bu hissə son, belə deyim, həftənin və yaxud da ki, son günlərin məsələsi, yəni ki, nə olacaqsa bu civarda olacaqdır. Birdən-birə durub mən gedim nə bilim, bir ay bundan qabaq ki, haya durub gedib baxa bilərəm, nə də ki, 2 ay bundan qabaq ki, ən dibdə olan gedib loya baxa bilərəm. Bu indi mənim üçün bu dəqiqə bunlar vacib deyil. Mənim üçün bu dəqiqə vacib olan son ərəfələrdir. Son bu yaxınlarda nə baş verib? Və bu zonanın, bu zonaların hayları, lovları haradır? Yəni baxıram günlüyümə, gün elə açılıb bu zonada. Birinci gün başlayıb düşüşlə qalxmağa çalışır, gücü çatmır, dirənir. Bunları görürəm. Dünənlər nə olmuşdu? Dünən bu zonada çox böyük bir dəstək səviyyəsi var idi. Buralarda sıxışıb qalmışdı qiymət. Axır buradan partladı. Qalxdı, gəldi, buranı ala bilmədi. Burada bu arada 618 səviyyəsi idi. Yəni bu səviyyənin necə olduğunu görürük. Mən bundan qabaqki Fibonacci dərsində də izah eləmişdim. Hətta ataq birlikdə baxaq. Deyək ki, bu haydan bu lova kimi, yoxsa pardon, buraydı. Ən hay nöqtə buradır da. Hardan atmışdım Fibonu? Hə, bu zonaydı. 4 saatlığın arasıydı. Qoy bir dənə baxım. Deməli, bu zonaydı. Yoxsa haraydı? Bu haya hardan atmışdım? Yox, pardon, üzr istəyirəm. Ehtimal buradan atmışam. Okay. Deməli, bu zonadan 618 səviyyəsindən reaksiya alıb düşüb, yəni bugün. Çünki bugün ilk hərəkəti bunun yuxarı qalxmaq oldu. Dünənləri buranı almağa dirəşirdi. Dünənləri gecə saat 11-12 idi yadımdadır ki, buranı almağa çalışırdı. Deməli, gecə buranı alıb, bu səviyyədən qayıdıb, bu səviyyədə düşür 618 səviyyəsinə, düşüb buralara, sonra bugün elə burada əlləşib özü üçün qalxmağa çalışıb, dirəni bildi, buranı almağa istəyir. Yenidən bura çatmaq istəyir. Böyük ehtimal, yəni gücü olsa buraları da alıb qalxar. Burada dirənmə səbəbi, misal üçün, mən 2 cür görürəm. Bir 618 səviyyəsinə görə, bir də ümumiyyətlə burada gördüyünüz deməli, dirənç səviyyəsinə görə. Onu mən bunu indi Fibonacci istəyirəm, rahat görək deyə. Nəyə görə bu hissə bizim üçün vacibdir? Yəni burada nə var ki, deyə bilərsiniz. Bu hissəyə fikir verin. Bu hissədə bir qırılması çətin olan bir dirənç səviyyəsidir. Həm saatlıq şamın bağlanışıdır və bundan sonra buranı ziyarət edən olmayıb, bizim üçün növbəti qırıla biləcək haydır. Həm 3 dənə saatlıq şam yan-bayan olub, bu vəziyyətlərə blok deyilir. Yəni bu 1 dəqiqəlikdə də olur, 4 saatlıqda da olur, 1 saatlıqda da olur, 30 dəqiqəlikdə də olur. Bu hissələr daha dəstək və dirənç bölgəsi sayılır. Misal üçün burada olduğu kimi fikir verin bura. Saatlıq şamların cəmləşdiyi, qırıla bilmədiyi zona, ucuyla bir ki, bərkir də, daşır ora. Oranı qırmaq, yəni həm aşağıda və yaxud yuxarıda olda fərqi yoxdur. Yuxarı qırmaq və yaxud aşağı qırmaq çətinləşir, güc lazım olur.
Bu ərəfədə də bunu qıra bilməyəndə bu burada cırırdı özünü. Qalxırdı, düşürdü gecə. Axır ki buranı alıb. Amma necə alıb? Alıb sonra yenidən düşüb, çünki bu səviyyəni qıra bilmir. Fikir versiniz, bura kimi gəlib, buradan düşüb. Bu həm 618 səviyyəsinə Fibonacci-də denk gəldiyinə görə düşüb, həm də buradakı blokdan reaksiya alıb düşüb, gücü çatmayıb qırmağa. Bəlkə də gücü çatsaydı, yəni hər bir halda yenə də reaksiya alacaqdı 618-dən, deyək ki, belə eləyəcəkdi, sonra qalxacaqdı. Amma bu güclü reaksiya alıb, həm də qıra bilmədiyinə görə düşüb buralara. Bu mən gözləyərdim əslində düşsün buralara, buradan reaksiya almasını gözləyərdim. Çünki burada da boş bir zona var. Həmçinin blok var burada da. Bu hissə. Yəni bu hissədən reaksiya alına biləcək bölgə idi, amma bura gəlmədi. Həm dediyim kimi bu hissənin özü vəbşə ümumiyyətlə böyük zonadır, yəni dəstək olaraq. Yəni bu gəlib buradan reaksiya alıb qalxa bilərdi. Hətta indi də düşünürəm ki, bu buranı ala bilməsə bəlkə də gələcək bu likvidlik zonalarını yığacaq birinci, sonra gələcək buradan dəstəkdən reaksiya alıb bəlkə gəlib qalxıb buranı qıra bilər. Mən bunları nəyə görə danışıram? Mən öz gördüklərimi sizə izah eləməyə çalışıram ki, mən bu cür görürəm və bu terminlər də sizə yavaş-yavaş açıqlamasını verəcəm. Siz də qrafikə baxanda dəstək direnç bölgələrini özünüz üçün təyin eləyin. Bu zonda nəyə görə? Çünki blokdur bura. Burada saatlıq şamların yığıldığı bölgədir. Bura bərk yerdir. Buranı qırıb düşməsi biraz çətin məsələsi. Əgər qırıb düşürsə, onda növbəti bizim gözləyəcəyimiz zona buradır. Bu zonalardır. Gəlib buralardan reaksiya alıb qalxmalıdır. Yox, gəldi buna da hörmət eləmədi. Buna da hörmət eləmədisə, deməli trend dəyişib, bu adam çıxıb gedib ən aşağıdakı low-unu almaq istəyir, yəni buranı. Bu məqsədi buranı almaqdır. Sonra baxacaqsınız, bunu alandan sonra nə edəcək? Bu keçirsiniz keçmişə 4 saatlığa deyil də, buralarda nələr var, nəyin dalınca gedir onu tapmağa. Amma hal-hazırda bizim niyyətimiz low qırmaq olmadığına görə biz fikrimizi bura cəmləməmişik. Biz fikrimizi yuxarı cəmləmişik bu zonaya. Bizə lazımdır görək burada nə edəcək bu? Buranı alacaq, almayacaq. Və ilkin olaraq bizim trade eləyəcəyimiz hissə, yəni mən intraday traderəm, scalperəm deyə mən bu hissəyə baxıram. Bax bu hissəyə. Yəni nə baş verirsə burada olur. Bu əgər bura kimi gəlsə ki, bu elə belə yer deyil, yəni hal-hazırda qiymət 4023-dədir. Bu gəlsə 4063-ə, yəni bu arada görə nə qədər fərq var? 60 oradan bir 100 dollara yaxın fərq var. Təqribi deyirəm. 80 dollarla 100 dollar arası bir şeydir. Yəni mənim açdığım əməliyyatlarda əlbəttə ki 100 dollarlıq stop qoymuram mən. Uzaqbaşı 7 dollar 15 dollar arası stop olur, 10 dollar arası. Və bunu da istiqamətinə görə belirləyirəm. Əgər yuxarı gedirsə, yuxarı istiqamətə gedirsə bu, mənim stopum deyək ki, biz böyük time'da baxırıq da, mənim stopum uzaqbaşı ola bilər bu zonalar. Nəyə görə? Çünki buralardan reaksiya alıb qalxıb, bu bura gəlib qırsa, deməli bunun niyyəti bunları alıb aşağı getməkdir. Bu zonadır və yaxud bu zonadır. Bayaq göstərdiyim kimi 1 saatlıqda gəlib düşür bu zonaya. Çünki burada saatlıq şamlar yığılıb böyük bir burada dəstək səviyyəsidir. Bu gəlib reaksiya buradan mütləq alıb qalxmalıdır. Əgər bura gəlsə, heç inanmıram gəlsin. Amma gəlsə, yəni əslində bura qəşəng reaksiya alınacaq yerdir. Əgər bunun böyük ehtimal güc çatmasa buraları almağa 100% gəlməlidir bura. Çünki burada likvidliklər yığılıb qalıb. Likvidlik nədir onu da deyim. Ümumiyyətlə bazarın hərəkət istiqaməti haqqında məlumat vereyim ilk növbədə. Bəlkə qısaq danışıram, söhbətdən söhbətə keçirəm, üzr istəyirəm. Yəni ardıcıl danışmaq bunu biraz çətin məsələdir. Gərək etap mən başlayım ki, likvidlik nədir falan filan. Onsuz da elə çəkmişəm videonu. Lap qrafik oxumağı da bölüb 10 dənə videoya şey eləmək istəmirəm ki, yorucu olmasın. Məncə ətraflı danışıram, məncə aydın olacaq. Aydın olmasa kommentdə yazarsınız ki, heç nə başa düşmədik, çox tələskən danışmısan, təkrar çəkərəm videonu. Deməli, ilk növbədə bazar nə etmək istəyir? Likvidlik zonaları necə təyin edilir? Belə deyim, likvidlik zonası bu zonadır. Misal üçün. Bax bura dediyim kimi. Ən çox bu iynəli buraları görürsünüz. Buralar likvid zonadır. Sonra bu zona likvidlik zonasıdır. Buranı alacaq, çünki böyük stoplar buradadır bu dəqiqə. Kim ki sel açıb, stoplarını qoyub bura bu formada. Misal üçün. Buradan sel açan var, buradan var. Stopunu qoyub bura, hədəfi deyək ki, buradır. Bunun niyyəti nədir? Likvidlik zonası bu yuxarı hissədir. Bu buranı gəlib belə partlatmalıdır. Bütün stopları almalıdır. Sonra fırlanmalıdır, gəlməlidir bura misal üçün. Bazar belə hərəkət edir. Bazar bütün traderlərin stoplarını partlatmaqla məşğuldur. Çünki bazar ondan ilhamlanır, ondan benzin yığır. Bazar ancaq o cür hərəkət eləyə bilər. Maşın kimi düşünün, gücü oradan alır bu. Likvidlik odur ki, bir bütün deməli yuxarı aşağı likvidlik arasında gəzərək
qiymət. Aşağı gəlir, nöş gəlir bura. Buradakı iynələri alır, özü üçün benzin doldurur, qalxır yuxarı. Yuxarı niyə alır? Qalxır. Buradakı iynələri götürmək üçün. Buranı götürür, niyə düşür? Çünki aldı da buradan enerjisini. İndi düşür aşağı bu iynələri götürməyə. Bu iynələri götürdü, sonra nə edir? Qalxır bu iynəni götürməyə. Gördü ki, ya gücü çatmır, təzədən düşəcək. Öz iynələrini də götürəcək. Bəlkə burada da gələcək, bunu da götürəcək. Sonra bir dənə risk qalxacaq yuxarı, bütün buraları partladacaq. Niyə belə eləyir? Çünki bazarın hərəkət eləmə mexanizması budur. Bazar belə hərəkət eləyir və siz də bunu görməlisiniz. Deyə qiymət ortadadır, gözləyin. Deməli ortadadsa bilinmir nə edir. Oxuya bilmirsinizsə, görə bilmirsinizsə, uzaq durun qrafikdən həmin gün və yaxud da ki, həmin saat. Baxırsınız непонятно, bilmirsiniz nə edir bu. Bunu görürsən niyyəti nədir? Başa düşmürsünüzsə, gözləyin. Görün bu nə etmək istəyir? Yuxarını almaq istəyir, yoxsa gücü yoxdur, aşağı düşüb buraları almaq istəyir. Hər bir halda baxanda fikir verin bura. Yəni təqribi orta qiymətdədir bu. Çünki nə yuxarıdadır, nə aşağıdadır. Likvidlikdən yəni aşağıda yaxındır, yuxarı da yaxındır. Ümumiyyətlə qiymətin gedəcəyi tərəfdən bilmək olar ki, niyyəti nədir? Əgər bu buralarda olsaydı, deyərdi ki, bəlkə buranı alar, sonra düşər. Bu indi bilinmir. Burdadır. Buranı ala da bilər, düşüb buranı da ala bilər, hətta azlıq eləyər, düşər buranı da alar, hər şey eləyə bilər. Ona görə belə momentlərdə ümumiyyətlə dayan. Amma vəbşə bazarın hərəkət mexanizması budur ki, likvidlikdən likvidliyə hərəkət eləyir. Likvidlik zonalarını özünüz üçün belə zapravka zonası kimi fikirləşin. Yəni bu zona misal üçün benzin doldurma zonasıdır. Bura gəldisə seldir. Niyə görə? Çünki likləri alır, artıq aşağı düşməlidir, aşağıdan bir reaksiya almalıdır. İndi mən təqribi deyirəm buranı da, yəni ümumiyyətlə belə loru dildə desək, yəni yuxarı zonanı, likvidlik hara, sonra buralardan misal üçün reaksiya alıb düşə bilər aşağı. Demirəm düşəcək buralara, amma hər bir halda özünə bəs edəcək likvidliyi alacaq yerdə düşəcək və yaxud da özünə bəs edəcək likvidliyi alacaq yerdə yüksələcək. Götürəcək dərsə öz istiqamətinə gedəcək. Və likvidlik bir də onunla yanaşı trendi də bilməlisiniz. Yəni trend hal-hazırda nədir? Bugün və dünən ümumiyyətlə trend son günlərdə biraz up trendə oxşur, yüksələn trenddədir. Gördüyünüz kimi qalxan trenddədir. Amma bu tərs köşə də eləyə bilər. Çünki bir neçə gün bundan qabaq bu da belə qalxırdı ona qalsa. Çəkmişdi, sən gözləyirdiniz ki, bu yüksələcək. Hətta qəşəng gəldi buranın iynələrini almışdı və yəni çox adam fikirləşirdi ki, hətta belə deyim, burada trend qırılımı olmuşdu. Üzü aşağı trend qırılmışdı və trend yuxarı getməyə başlamışdı. Gəldi buradan niyə görə qayıtdı? Bu bax bu blok. Belə bayaqdan danışdığımız blok. Buradan reaksiya aldı, qıra bilmədi, düşdü təzədən bütün bu likvidlikləri almağa. Gəlib amma bunu almadı. Çünki bunu alsaydı artıq düşən trend davam eləyir demək olacaqdı. Aydındır fikrim. Yəni bu gəlib bunu almış olsaydı bu zonanı, bu zonanı. Artıq yenidən biz deyəcəkdik ki, trend davam edir düşməyə, bizim niyyətimiz daha aşağılar olacaqdı. Amma bu gəldi sadəcə test elədi buranı ki, yəni ki, qırdım trendi, indi davam edirik də görək nə olur. Yəni gəlib buranı qırmadı, hörmətlədi bura və yenə qalxmağa davam elədi. Yəni trend qırıla bilir. Necə ki, burada qırılmışdı. İndi bu da güya ki qalxır. Bilmək olmaz bir də görücü riski düşdü aşağı. Onda da yenə trendi qırmış sayılacaq. Yəni tam qırmır, amma ən azından yəni gözlə görsənəcəyi qədər qırır da. Və qırılmalarda nə baş verir? Ümumiyyətlə bu X setup haqqında danışacağım növbəti videoda. Deyək ki, bu düşüş trendidir. Bu qalxış trendidir. Bu formada. Bu trend qalxanda nə oldu? Buranı qırdı ilk növbədə. Bu hissədən indi biz bunu belə çəkirdik də, yəni belə deyək, hə. Gəlir bu hissədə qırır. Görürsüz qırdığı yeri test eləyir və yenidən qalxmağa davam eləyir. Yəni bu X-in birləşdiyi yerdən fikir verirsiniz necə qiyməti yüksəlib yuxarı. X setup əslində bir növ bu deməkdir. Prosta bir neçə misallar da çəkmək istəyirəm X setupla bağlı. Yəni iki deməli trendin kəsişməsindəki nöqtədən test edib qiymətin yön dəyişməsi. Bu əslində qalxıb gedə bilərdi daha yuxarılara kimi, amma qızıl çox son zamanlarda axmaqca hərəkət etdiyinə görə heç nə düzgün işləmir. İndi də bu güya ki qalxır. Biz belə baxırıq qalxır, hə. Amma bilmək olmaz nə olacaq. Yəni bu trend xəttinə görə hərəkət edir, gəlir, ziyarət edir, qalxır, ziyarət edir, qalxır. İndi yenə qalxmalıdır. Amma bu zonada dediyim kimi böyük direnç zonasıdır. Buradan bilinmir nə edəcək, nə reaksiya verəcək. Belə. Yəni ki, mən günə başlayanda özüm üçün hədəf qoyuram. Hədəf deyəndə ki, yəni məpimi, xəritəmi dəstək direnç üstündə çəkirəm. Yəni mənim üçün deməli dəstək səviyyəsi buradır. Mənim üçün dəstək səviyyəsi buradır.
Mənim üçün dəstək səviyyəsi, yəni bu zonalardır deyək. Bu boyda geniş götürməyə ehtiyac yoxdur da, xəttlə atıram. Bura misal üçün gəldisə buradan reaksiya alacaq. Almadısa bu boşluğu dolduracaq. Olmadısa deməli vəsə düşür. Yəni daha gözləmək lazımdır bu zonada görə nə reaksiya verir. Direnç səviyyələri hansıdır? Mənim üçün ilk növbədə buraydı. Bura qırıldı, gəldi, buradan reaksiyasını aldı, yüksəlir. İndi növbəti direnç səviyyəsi mənim üçün buradır. Bu zona, bura xətt çəkdiyim zona. Buralar alınmalıdır. Buralar alınandan sonra baxa bilərik 4 saatlıqda bu qiymət hara gedir? 4 saatlıqda gözlədiyimiz yer bura olacaq. Yeni direncimiz buradır. Ondan sonradakı 160 neçə ayda gözlədiyimiz bu 160'ın qırılması. Artıq 160 qırılandan sonra bəlkə saya bilərik ki, trend qırıldı, yəni down trend qırıldı, qiymət yüksələ bilər bu zona qırılandan sonra bu hissələr. Oradakı bu yaxınlarda qırılacağını düşünmürəm. Çünki hələ ki çapaldır öz üçün aşağıda. Belə, yəni mən baxanda qrafikə, dediyim kimi intraday eləyəndə bu hissəyə baxıram, qoy buraları təmizləyim. Bu hissəyə baxıram, bu günləri nə olacaq, bu günləri hardan giriş eləyəcəm, nə eləyəcəm. Özüm üçün dəstək direnç səviyyələrimi çəkdim, buradır. Direnç səviyyəm deyək, təqribi buradır və yaxud da ki bu zonadır. Bu 1 saatlıqdadır, 4 saatlığa keçirəm. Özüm üçün təyin edirəm bu zonanı. 30 dəqiqəliyə keçirəm. 30 dəqiqəlikdə görürsünüz burada necə güclü direnç zonasıdır. Ona görə buradan reaksiya alıb düşür aşağıya, güc çatmır buranı qırmağa. Çünki böyük direnç var burada. Keçirəm 15 dəqiqəliyə. 15 dəqiqəlidəki qırılım nöqtələrinə baxıram. Bura qırılıb, test edilib qalxmağa çalışır. Bu zonanı yadımda saxlayıram. Bu zona gəlib 2 dəfə ziyarət edilib, bu zonanı yadımda saxlayıram. Bunu çəkəndən sonra gözünüzün qabağında hər şey olur ki, qiymət nə edə bilər? Ya bura qalxacaq, ya buradan reaksiya alacaq. Bura düşəcəyini görsəz, sel açırsınız, stopu qoyursunuz buralara. Gəldi bura, buradan bay açırsınız, stopu qoyursunuz buralara, gözləyirsiniz qalxsın bura. Çox asan. Yəni burada qeyri-adi bir şey yoxdur. Çox asan hər şey. Sadəcə qrafiki görmək lazımdır. Qiymətin hara gedəcəyini düşünməyiniz lazımdır. O da yəni məşq eləməmiş, backtest eləməmiş, qrafik başında vaxt keçirməmiş əlbəttə yəni bunu görə bilməzsiniz. Bunun üçün çoxlu vaxt keçirməlisiniz ki, tanıyasınız qrafik nə edir. Ola bilər siz burada bunu gözləyirsiniz, birdən-birə risk şam belənçinə gəlsin, düşsün aşağılara. Bu niyə belə elədi? Ola bilər o, amma normal texniki analizə aid olmayan bir şeydir. Bu Trump'ın özünü apara bilməməsi ilə irəli gəlir ki, çıxır gic-gic danışır, ağzına gələn sözü deyir və bütün bazarı alt-üst eləyir. Onun üçün bizə heç bir aidiyyəti yoxdur. Burada heç kəs günahkar deyil, nə texniki analiz, nə də ki başqası. Sadəcə siz riskinizlə və stopuzla, risk idarə etməyinizlə və stopuzla öz kapitalınızı, balansınızı qoruya bilərsiniz. Çünki son dönəmlərdə ümumiyyətlə ticarət, trade eləmək çox bərbad hal alıb. Bu fundamental xəbərlərə görə, Trump'a görə, dünyada baş verən deməli hərəkətlənmələrə görə, ona görə də bu dəqiqə dəqiq heç nə yoxdur. Qızıl ona görə birdən-birə o cür düşür və bu cür qalxır. Yəni ki, çox qarışıqdır. Sizə qalan odur ki, stopunuzu biləsiniz və stopunuza riayət eləyəsiniz, mənfibizə riayət eləyəsiniz, müsbətinizə riayət eləyəsiniz, bu qədər. Yoxsa yəni əvvəl kimi qətiyyən deyil bazar. Bir dəqiqəlik şam 10-15 dollar hərəkət edir. Əvvəl belə şeylər yox idi. Ümid edirəm aydın şəkildə gündəlik necə analiz edirəm bu haqqda məlumat verə bildim. Mən əslində daha geniş danışmaq istəyərdim. Çox danışacaq şeylər var. Prosta danışıb sizi yormaq istəmirəm. Bir dəqiqəlik şamın qalxmağına baxın. Buna bax. Danışa-danışa gör necə qalxır. 29-dan 31-ə 3 dollar qalxdı, çox deyil, amma yenə də ani reaksiyalar verir. Bu misal üçün düşəndə buna baxın. 30-dan düşüb 27-yə, bu da 3 dollar. Əslində bir şey deyil, 3 dollar heç nədir. Prosta burada böyük görsənir. Yəqin həcmsizlik olub ona görə. Bir ara, yəni bir dəqiqəlik şam 10-15 dollar hərəkət edirdi. İndi düzəlib biraz bazar nisbətən. Nəysə. Ümid edirəm aydındır. Aydın deyilsə, mən yeni video çəkəcəm. Onsuz da belə videolar çox olacaq. Bu sadəcə elə belə məlumat xarakterli idi ki, dəstək, direnç, trend necə belirlənir? Siz qrafika baxanda nələri görməlisiniz? Hansı səviyyələr güclü direnç bölgələrdir? Hansı səviyyələr güclü dəstək bölgələrdir? Blok nədir? Və s. Bloklar dediyim kimi aydın oldu da blok nə deməkdir? Bu hissə məsəl üçün bu gözümün qabağındadır. Gözümə girir bu blok ki, bu blokdan reaksiya mütləq alacaq. Şamların hərəkətidir, confirmation'dır və s. Bunu da növbəti dərslərdə danışaram. Çox danışıb başınızı ağrıtmayayım. Ümid edirəm məlumat verici bir video olub. Növbəti dərsdə görüşərik. Sağ olun.